Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum əziz dostlar, hər vaxtınız xeyir olsun. Yəmani cərəyanı haqqında danışırdıq, onların taktikaları barəsində danışdıq. Bugünkü gündən etibarən inşallah 1-2 veriliş, ola bilsin hətta 3 veriliş çəksin. Onların digər cərəyanlarla rabitəsindən danışacağıq. Bu cərəyanların bəziləri şiənin içində formalaşıb, bəziləri isə əhl-i-sünnə dünyasında var. Məsələn, vahhabilik cərəyanı. Birinci cərəyan ki, bunların bir-birlərinə oxşarlıqları çoxdur, şeyxiyyə cərəyanıdır. Ola bilər, bəzi əzizlərimiz bu cərəyan barəsində o qədər də məlumatlı deyirlər. Ona görə qısa şəkildə biraz məlumat verək. Nədir bu şeyxiyyə cərəyanı? Bu 12 imamçının, yəni şiələrin içindən ayrılıb 12 imamçılardan hesab olunurlar bunlar. Şeyx Əhməd İhsai. Şeyx Əhməd İhsai 1704-cü ildə dünyaya gəlib, miladi tarixlə təbii ki, 1826-cı ildə dünyasını dəyişib. Bu cərəyanın, yəni şeyxiyyə firqəsinin təsisçisidir. İddiası nə idi? İddiası bu idi ki, məsumlarla görüşür. Röya vasitəsilə və mükaşifə vasitəsilə məsumlarla görüşür. Həmçinin digər əsas iddialarından biri də bu idi ki, İmam-ı Zamanın xüsusi naibidir. Yəni, bizim etiqadımıza əsasən İmam Zamanın 4 dənə xüsusi naibi olub. Sonuncu naib ki, Əli ibn Muhammed Səmuridir. Və bununla da sonuncu məktubda İmam Zaman buyurdu ki, artıq mənim xüsusi naibim olmayacaq. Hədis mənbələrimizdə də var, Müharrul Ənvarda da bu gəlib. Amma biz görürük ki, Əhməd İhsai, yəni şeyxiyyə firqəsinin təsisçisi gəlib deyir ki, xeyr, mən də İmam Zamanın xüsusi naibiyim. Əhməd İsmail də elə bu cəhətdən şeyxiyyə cərəyanına oxşayır. O da iddia edirdi ki, mən İmam Zamanın xüsusi naibiyəm. Və həmçinin necə ki, Əhməd İhsai gəlib iddia edirdi ki, yuxu vasitəsilə mən bu işləri görürəm, İmam Zamanla əlaqə qururam, mükaşifə, Əhməd İsmail də həmən iddianı edir. Deyir ki, mən də yuxu vasitəsilə bu işi görürəm. Maraqlıdır, şeyxiyyə, yəni o İhsanın davamçıları gəlib Üsuluddini 4 dənə bilirlər. Onlara görə Üsuluddin 4 dənədir. Allah, tövhid, nübüvvət, imamət və rukn-ı rabi' və natiq-i vahid deyərlər. Yəni ki, 4-cü üsul nədir? O üsuldur ki, şiələri tanımaq. Kamil şiələr kimdir? Onu tanımaq. Bu rükündür əslində. Deməli, dinin 4-cü rükünü kamil şiələri tanımaqdır. Təbii ki, bu kamil şiələr kimlərdir? Kamil şiələr o şəxslərdir ki, adi şiələrdən İmam Zamanı bir-birlərinə birləşdirəndir. Yəni, bizi tanımaq. Demək istəyirlər ki, yəni biz şeyxiyyələri tanımaq. Təbii ki, bunlar əxbaridirlər. Yəni, o əxrab məşrəbindədirlər, o yoldadırlar və ona görə də hər bir ictihad və istinbatla müxalifdirlər, ona qarşıdırlar. Vahid xəbəri hətta zəif olsa belə qəbul edirlər, vahid xəbəri və Əhməd İsmail də elə bu forma, bu cür idi. Yəni, yəmanilər də elə belədir, vahid xəbəri qəbul edirlər, zahirə əsaslanırlar, iştihadı qəbul etmirlər, istinbatı qəbul etmirlər və rivayət ki, gəlib təhrif barəsində işarə eləmişdik buna, o rivayətləri qəbul edirlər və deyirlər ki, Quran-ı Kərim təhrif olub. Və əqaiddə ki, onlar öz əqaidlərini eləyirlər, insanlara deyirlər, məsələn, din barəsində əqaiddə etiqad istəyirlər, əqaid dərsi deyərlər. Haradan istifadə edirlər? Yeganə yolları kəşfdir və məsumlara təvəssüldür. Deyir, yəni, əgər istəyirsən, sən Allah barəsində, Allahın sifətləri, feilləri, peyğəmbərlər barəsində məsum olmağı və digər bəhslər barəsində etiqad əldə edəsən, gərək kəşflə çatasan və məsumlara təvəssül vasitəsilə ona yetişə
bilərsən və insan müstəqil deyil, heç bir elmi dərk etməkdə müstəqil deyil, əgər məsumlara təvəssül etməsən. Əhməd İsmail elə eyni ilə bu formadadır, əqildən çəkinir və haqqı kəşf etmək üçün deyir ki, təvəssül, istixarə və yoxud ki, bir nəfər də sual vermişdi, mən necə bilərəm siz haqsız, bunu etiqadı necə özümdə gücləndirə bilərəm, deyir ki, yat yuxuda görərsən məni. Baxın, eyni ilə ehsai kimi. Məsələn, maraqlıdır, ehsai Cami-i Kəbirəyə, Ziyarət-i Cami-i Kəbirəyə şərh yazıb. O şərhdə deyir ki, əgər bizi etiqadımız bu olar ki, insan öz əqli ilə dini mariflərə yetişə bilər, bu şəxs imamlarla müxalifdir. Yəni, bu etiqad yanlışdır. Və həmçinin onun nəzərinə əsasən filosoflar, istəyir İslam filosofları olsun, istəyir qeyri-İslam filosofları, hamısı yanlış yoldadırlar və onların düşüncəsinin heç bir dəyəri yoxdur. Ona görə Molla Sədra barəsində siz baxsanız kitablarına, Əl-Məşair kitabına tənqidi də var bu şəxsin. Deməli, bu şiə filosoflarına qarşıdır və hətta o şiələr ki, Əhl-i Beytin davamcılarıdır, yəni filosofdur, amma onlara, çünki filosofdurlar deyə onlardan uzaqdırlar. Bunlar şeyxiyyə İraqda, hal-hazırda İraqda yaşayırlar və İraqın müxtəlif məntəqələrində, məsələn, Musayyibdə, Bəsrədə, Hillədə sakindirlər. Və bunların əsas yerləşdiyi yer Bəsrədir. Eyni ilə Əhməd İsmail kimi. Yəni, beşikləri Bəsrədir. Deməli, şeyxiyyə cəryanının və Yəmani cəryanının formalaşma yeri, yəni, deyək ki, dünyaya gəlmə yeri, təvəllüdü hardadır? Bəsrədədir. Elə ona görə də əsas davamçılar da hal-hazırda Bəsrədədirlər. İkinci qrup, yəni ikinci cərəyan Babiyyət cərəyanıdır. Baxın, əlbəttə mən o digər məsələlərə toxunmadım da barəsində, şeyxiyyə barəsində Əhməd İhsaidən sonra kimlər idi? O önəmli deyildi, ona görə toxunmadım, özünüz araşdırma aparasınız. Babiyyət kimdir? Əli Muhammed Şirazi 1820-ci ildə dünyaya gəlib, 1850-ci ildə dünyasını dəyişib. Babiyyə firqəsinin təsisçisidir. O, özünü ilk öncə İmam Zamanın babı, qapı, ona görə Babiyyət deyərlər də, bab yəni qapı, qapısı adlandırdı. Və bir müddət sonra eyni ilə baxın, Əhməd İsmail də elə bu formadaydı, yavaş-yavaş özünü yuxarı qaldırırdı. Daha sonra özünü Məhdinin özünü hətta Məhdi adlandırdı. Daha sonra özünü Nəbi adlandırdı və dedi ki, mən bir dənə yeni din gətirmişəm. Və hətta sonra özünü Allah adlandırdı. Deyir, mən xəlq eləyirəm, hər şey mənnəm eləyəm. Uluhiyyət iddiası elədi. Əli Muhammed Şirazi 1844-cü ildə kimdir bunlar? Seyyid Kazım Rəşdinin canişini idi. Baxın, Seyyid Kazım Rəşdi Əhməd İsmailin, Əhməd İhsainin, yəni şeyxiyyənin təsisçisidir, Əhməd İhsai. Onun deyək ki, canişini idi, xəlifəsi idi. Bu şəxs də Əli Muhammed Şirazi də kimin canişini idi? Seyyid Kazım Rəşdinin. İndi daha sonra ayrıldı. Şeyxiyyədən bunlar ayrıldılar. Yəni, baxmayaraq ki, demək ki, vəsisi idi, canışı idi, amma ayrıldılar bir-birlərindən və təbii ki, bir-birlərini qəbul etmədilər və iddia elədi ki, cəmaat mənə iman gətirməlidir. Mənəm bütün sirləri bilən. Ey cəmaat, mənəm İmam Zamanın qapısı və bu kimi şeylər və iddialar. Xülasə, Əhməd İsmail də elə eyni ilə onun kimi idi. Belə yavaş-yavaş iddialar elədi. Və hətta Əhməd İsmailə görə hər kəs, diqqət edin buna, hər kəs Əhməd İsmailə iman gətirməsə, İmam Əli əleyhissalamın vilayətindən çıxıb və cəhənnəmə girəcək o şəxs. İddiası budur. Əli Muhammed Şirazi də elə bu formada idi və hətta azanda öz adını da əlavə etmişdi. Deyir ki, mənim adıma şəhadət verəndə, mənim adımı da elə Əhməd İsmail də elə o cür azanda dəyişikliklər edir və öz adlarını da əlavə ediblər. Burada bəzi şeylər də qalıb. Mən istəmirəm, məsələn, hansı yerlərdə bunlar məskunlaşıblar filan, onların üzərindən keçirəm. İnşallah
növbəti bəhsimizdə digər bir cərəyan haqqında danışacağıq və onun Yəmanilərlə rabitəsindən Bəhaiyyət barəsində Allahın izni ilə Bəhailər də elə Yəmanilərə bəzi cəhətlərdən oxşayırlar. Növbəti bəhsimizə qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.